Bəzi cəmiyyətlərdə qadınlar dəyərsizlik hissi ilə doğulur. Bu, uşağın cinsiyyəti məlum olduğu andan başlayır. Qız övladı olacağını bilən ata, ana da yaşadığı məyusluğu artıq hələ doğulmadan ona ötürür. Yetərsizlik, dəyərsizlik toxumları elə bu vaxtdan əkilməyə başlayır. Cəmiyyətin qadına biçdiyi çərçivə nəfəs almağa imkan vermir. Evli deyilsə, niyə evlənmirsən? Evli olsa, niyə ana olmursan? Beləliklə təzyiqlər yüksəlir. Təzyiqlərdən qurtulmaq üçün evlənən qadın təzyiq altında övladlar yetişdirir. Bəzi qadınların ailə daxilində varlığı bilinmir. Bəziləri ailə daxilində elə zorakılığa, manipulyasiyaya məruz qalırlar. Sözlərlə, davranışlarla çox vaxt bunu qadın eləyir. Bəziləri isə yalnız psixoloji deyil, fiziki şiddət də görürlər. Təcavüzə, zorakılığa məruz qalırlar və bunu gizlədirlər. Çünki cəmiyyət onları dinləmək əvəzinə günahlandırır. Günahlandırılmaqdan, təcrid olunmaqdan qorxan qadın susur. Dil susur, amma bu dəfə bədən danışır. Sağ qalmağa çalışan bədən artıq çəki problemləri və digər xəstəliklərlə danışmağa başlayır. Bəzən problemlərin tək səbəbi cəmiyyət və kişilər olmur. Qadın da inkişafına diqqət yetirmədikdə, həyat balansını pozduqda və məsuliyyət almadıqda mövcud mürəkkəb vəziyyət daha da dərinləşir. Özünü inkişaf, təhsil, güc və həyat balansını qorumaq. Bunlar hər bir fərdin şəxsiyyət kimi formalaşmasında müstəsna rol oynayan amillərdəndir. Amma belə davam etmək məcburiyyətində deyilik. Fərqində olmaq dəyişimin başlanğıcıdır. Bunu sənə öz inkişaf yolunu quran bir ana olaraq deyirəm. Gücünün, qadınlıq təbiətinin fərqində olmaqla öz inkişaf yolunu qura bilərsən. Gec deyil. Siz psixoloji problemlər və travmalardan daha güclüsünüz. Dəyişmək və sağalmaq mümkündür. Yetər ki, ilk addım atmaqdan çəkinməyəsiniz. Həyatın mərkəzində insan var və bizim bir-birimizin dəstəyinə ehtiyacımız var. Hər bir qadın bir digərinə dəstək olsa, dünya daha gözəl, daha yaşanmaz bir yer olar. İnsan Yaşam Mərkəzi olaraq hər zaman qadınlarımızın yanındayıq. 8 Mart Beynəlxalq Qadınlar Gününüz mübarək.